Seçilərək müxtəlif diaqramlar, fikir xəritələri, hekayə xəritələri yaratmaq üçün bir proqramdır. Proqramdan istifadə üçün ilk öncə qeydiyyatdan keçmək lazımdır. Sign up free bölməsinə klik edirik. Qeydiyyatımızı tamamlamaq üçün adımızı, soyadımızı, mailimizi və parolumuzu yazaraq akkauntumuzu yarada bilərik və ya aşağıdakı Google, Microsoft, Slack hesabımızdan istifadə etməklə də qeydiyyatı birbaşa olaraq tamamlamağımız mümkündür. İlk dəfə profilimizi yaratdıqdan sonra növbəti dəfə sign in əmrini klikləməklə saytı daxil ola və proqramdan istifadə edə bilərik. Qeydiyyat tamamlandıqdan sonra müxtəlif şablonlar əsasında biz hər hansısa bir diaqramlar yarada bilərik. Göstərilən bir bölmələrdir. Bu şablonlardır, yaxud da hər hansısa bir formatı seçməklə həmin formata uyğun olaraq müvafiq bir diaqramları yarada bilərik və ya özümüz hər hansısa bir sıfırdan diaqram yaratmaq istəyiriksə, bu zaman new əmrinə klikləməliyik. Bu zaman bizim üçün seçim gəlir. Bir boş sənəd açılsın, yoxsa hər hansısa bir şablondan mı istifadə edək? Şablondan istifadə etmək o deməkdir ki, material ingilis dilində gələcək və biz onun içərisini öz dilimizə, mövzumuza uyğun tənzimləyə bilərik və ya sıfırdan bir sənəd yarada bilərik ki, bu şəkildə isə biz hər birini özümüz fərdləşmiş şəkildə tənzimləyə biləcəyik. Hal-hazırda sənəd açılır. Açılan zaman ilk olaraq bizə yenə də şablonlar təklif verilir ki, hər hansısa bir şablondan istifadə etməklə, use əmrini klikləməklə həmin şablonu fərdiləşdirək, içərisindəki xarici dildə olan yazıları ana dilimizdə daxil etməklə həmin şablonlardan istifadə edə bilərik. Sol tərəfdə isə yenə də bizə müxtəlif beyin fırtınası, digər bir planlama ilə bağlı, yaxud da komanda işləri ilə bağlı hər hansısa bir şablonlar mövcuddur. Eyni qaydada biz özümüz sıfırdan əgər şablonumuzu yaratmaq istəyiriksə, müxtəlif shape bölməsinə daxil olmaqla müxtəlif bölmələrdən hər hansısa bir üzərinə klikləməklə cədvəlimizin, qrafikimizin bir hissəsini ekrana gətirə bilərik. Deyək ki, biz digər bir şablondan istifadə edəcəyik. Bu şəkildə tənzimləyə bilərik. Eyni qaydada biz bu şablonlarımızı əgər birləşdirmək istəyiriksə, müxtəlif diaqramla tənzimləyə bilərik. Təbii ki, bu artıq bizim alqoritmimizin hansı formada tənzimləməsindən asılıdır. Bununla yanaşı biz hər hansısa bir müxtəlif cədvəl şəklində qrafiklər əlavə edə bilərik. Bununla yanaşı müxtəlif rəng tonlarından istifadə edə bilərik ki, bu bizim diaqramımızın daha da fərdləşməsinə səbəb olur, müxtəlif rəngli formasına salınmasına səbəb olur. Multimedia vasitələrindən şəkil əlavə edə bilərik. Ola bilər ki, biz diaqramımızın hər hansısa bir hissəsində vizual effektdən istifadə edə bilərik ki, istəyiriksə əgər. Təbii ki, bu axtarış sistemindən hər hansısa bir search etməklə tapa bilərik və ya kompüterimizin yaddaşından, iş masasından hər hansısa bir fotonu da import etməyimiz mümkündür. Göründüyü kimi şəkil GIF formatında, eyni zamanda OneDrive yaddaşından da hər hansısa bir fotonu bura əlavə etməyimiz mümkündür. Bununla yanaşı müxtəlif link formatında olan resursu əlavə edə bilərik və digər bir bölmələrə baxsaq, vizual aktivitələr bölməsi var ki, bu da axtarış nəticəsində mövzuya uyğun olaraq əldə edə bilərik. Təbii ki, axtarışları xarici etməyimiz bu zaman daha məqsədə uyğun olacaq, çünki hazır şablonlardan istifadə ediləcək bu formada. Bu isə süni intellekt vasitəsilə hər hansısa bir diaqramların hazırlamağıdır ki, müxtəlif açar sözləri qeyd etməklə hər hansısa bir diaqramı ekranda görə bilərik. Digər bir bölməsində isə biz hər hansısa bir diaqramların da yenə yaradılması üçün bu da süni intellekt vasitəsilə generasiya olunmağı olan funksiyasının təminatıdır. Yazımızı daxil etdikdən sonra deyək ki, biz diaqramımızı artıq digər tənzimləmələrini müəyyənləşdirmək üçün həmin daxil etdiyimiz yazıya müxtəlif ölçülərini verə bilərik, yazı şriftlərini tənzimləyə bilərik və nəticədə ekranda göründüyü kimi hər hansısa bir şablonda hazırlanmış bir bölməni görə bilirik. Hal-hazırda biz bir mətnə uyğun olaraq fakt hadisələrlə bağlı şagirdlər tərəfindən müəyyənləşdirilməsinə görə bir diaqram hazırlanmışdır və bu diaqramın müxtəlif formalarında istifadə edə bilərik. Təbii ki, daha öncə də göstərdiyimiz bölmə ilə daxil olmaqla həmin diaqramları tənzimləməklə ekranda görünən şəkildə biz tənzimləməni həyata keçirə bilərik.
və bunu paylaşmaq üçün isə share əmrinə klikləyirik və share əmrinə kliklədikdən sonra linki kopyalayaraq göndərmək istədiyimiz şəxsə göndərə bilərik və həmin şəxsə əgər edit əmrinə kliklə vermişiksə, bu zaman həmin şəxs də bizimlə bərabər eyni qaydada əməkdaşlıq etmək funksiyasına sahib olacaqdır.